İşarə verilən kimi mübarizə start götürür və biz təbii ki, Neftçidən bugün uğurlu və nəticəli, qələbəli bir oyun gözləyirik. Uğurlar Neftçi. Sako burada olmalıdır. Sakodan irəli ötürmə. Neftçinin ilk hücumunu izləyirik. Sağ çanatdan qurulur, ötürmə lazımdır. Burada ötürmə edilir və gol! Emin Mahmudov! Hesab açılır. Neftçi oyuna fırtına kimi başlayır. 1-0. Möhtəşəm start Neftçidən. Emin Mahmudov kapitan fərqlənir. Bir daha hücumun təkrar baxırıq. Bu ötürmələrin sonunda Emin Mahmudov bu zərbə ilə hesabı açdı. Gustavo Klinsmann yeni transfer, onun ötürməsiyle Emin Mahmudov fərqləndi. Əla start Neftçi komandasından. Tam vaxtında ötürməni verdi Braziliyalı Gustavo Klinsmann. Emin Mahmudov Şivakoviç'in qoruduğu qapıya yol tapır. Neftçi 3 illik fasilədən sonra Avrokuboklarda hem ilk oyunu keçirir, hem de ilk golunu vurur. Yuri Bernidub bir rəqibini keçir. Mərkəzlə irəliyir İmad Fərəc. Rəqibin kapitanı onun önündədir. Mustafa Sek'e ötürmə. Sek'dən qapı qarşısında ötürmə edilir və burada Şimakoviç əlindən buraxdı, zərbə indirildi və top deyəsən elə qapçının özünə dəydi. Şimakoviçdən gözlənilməz bir səhv vardı. Başla zərbə alınmadı. İmad Fərəcə imkan vermirlər. Hücumlarla rəqibi boğuruq. Bax, bu vəziyyətdə Şimakoviç yıxılarkən top əlindən buraxdı. Dərhal zərbə vuruldu və top elə Şimakoviçin özünə dəydi. Sağ cinahdan hücum. Sako. Sakodan qapını ötürmə və Şimakoviç. Bu dəfə də komandasını qoldan xilas etdi. Neftçi təzyiqini davam etdirir. Komandamız daha bir gol vurmaq niyyətindədir. İşarə verildi. Emin Mahmudov topu qaldırır. Və ikinci gol! Igor Ribeiro! 2-0. Neftçi ikinci golü vurur. Emin Mahmudov'un ötürməsindən sonra əslində elə ilk toxunuş Dinamo Minsk'in futbolçusundan idi, amma bu toxunuşdan sonra top elə öz oyuncularına dəyir. Igor Ribeiro deyil, kapitanları avtogol müəllifi olur. Aleksandr Selyava 2-0. Neftçi Dinamo Minsk. Abdullahi'den irəli uzun ötürmə. Emil Balayev. Əla seyv alındı. Bax, burada Igor Ribeiro futbolçusunu bırakmıştı. Dinamo Minsk'in 10 nömrəsi fərq azaltmağa yaxın idi. Fərəc. Cərmə açasını ötürmə, başla zərbə alınmadı. Nə qədər çalışsa da top üzərindən getdi, üstündən keçdi Klinsmannın. Əslində pis ötürmə deyildi. Orada bəlkə də başqa bir futbolçu. Zərbə indirilir Emil Balayev. Görün nə qədər orada sıxlıq yaranmışdı. Yəni deyim ki, qapıcı ilə üz-üzə qalınıb. Görün nə qədər məsafə var idi. Təkrar ötürmə, divar ötürməsi alındı. İmad Fərəc. Fərəc irəliyir. Fərəcdən ötürmə, zərbə alınmadı. Bu cür şans. Breno Almeida. Breno Almeida son nöqtəni qoya bilmədi bu hücumda. Gravian. Fərəc. Ardıcıl ötürmələr, zərbəyə əvvəlcə imkan vermədilər.
Zərbəsi də çox uğursuz alındı. Amma toxunuş var idi. Breno topun yanındadır. Breno topu ötürür. Gravillon yüksəldi bu dəfə. Zərbə alınmadı və beləliklə Kiprli hakim Konstantinos Fellas ilk hissəni başa vurur. Qarşılaşmanı qeyd edim ki, Kiprdə hakimlər idarə edir. Baş hakim Konstantinos Fellas'dır və beləliklə onun işarəsi ilə Neftçi Dinamo Minsk maçında ikinci hissə başlayır. O da kifayət qədər istedadlıdır. Ötən mövsüm ikinci komanda keçirmişdi. Bu arada müdafiədə indi yenə boşluq veririk. Ay. Ardı arası kəsilmək bilməyən hücumlarla oyuna başlamışdıq. 2-0 hesablı üstünlüğü əldə etmiş. Komanda hesabda geridə olarkən planlar, ssenari uyğun olmayan bir anda nəyəsə dəyişmək üçün futbolçu da çox deyil əslində ehtiyatda. Neftçi hücumdadır. Geriyə ötürmə. Əla zərbə top qapı türünə dəyir. Griezmann. Komandamız üçün bir impuls olsun. Oyunu dəyişmək mənasında, hesabı dəyişmək mənasında, yenidən önə keçmək mənasında bir siqnal olsun komandamıza. Sek. Ola bilməz. Ola bilməz. Mustafa Sek səhv edir. 2 ötürmə. Fərəc. Top yenidən komandamızdadır. Emil Səfərov. Falaye Sako. İrəli ötürmə. Breno Almeida. Emil Səfərov. Boşla zərbə. Şimakovic. Falaye Sako. Falaye Sako'dan cərmə meydançasını ötürmə. Şimakovic çıxışlarda biraz inamsız görünür. İlk müdafiədən yaxşı çıxdıq. İndi hücumda çoxalırıq. Topda keçirdi rəqibini. Hakim oyunu davam etdirir. Əla mübarizə indi ötürmə lazımdır. Ötürmə lazım edilir. Zərbə alınmadı. Bu cür imkan. Əla mübarizə apardı. Sona deyə oynadı. Bax burada mübarizədən qalib ayrıldı. Topu meydanda saxladı. Ötürməni də yaxşı verdi. Emil Səfərovun zərbəsi alınmadı. Qapıya düşə bilmədi bu epizodda. Emil. Ötürmə çox yaxşı alınır. Topda. Topdanın zərbəsi və Şimakovic. Neftçidən. Topdanın zərbəsi yaxşı idi. Sako. Rəqibin üzərinə gedir. Oradan çıxmağa çalışdı. Keçid alınmadı. Topda Sako. Dərhal top ötürür. Zərbə indirildi və Rüfət Abbasov hesabı bərabərləşdirməyə yaxın idi. Sambu yüksəldi. Başla zərbə vurmaq mümkün olmadı. Rüfət orada birdən-birə peyda oldu. Sol tərəfdəki boşluğu gördü. Meydana yenicə daxil olan futbolçu oradaydı. Top indi ona çatdırılır. Qırğızıstanlı futbolçu Gülcigit keçir futbolçumuzu və qayda pozması. Çox rahat keçdi. Rəqibinə baxmadan əks tərəfdə tutulmuşdu artıq Gravillon. Ayağını uzatdı. Heç bəlkə də yığışdırmağa çalışırdı, amma gec oldu artıq. Və bu təmas kifayət etdi. Yaxın planda gördük onu. İşarə verilir. Gücü və Rıza! Daha bir zərbə! Heyf! Çox heyf! Təkrar zərbə ilə, baş zərbəsi ilə İfani Matthew. Rüfət indi sol cinahda topladı. Qapı önündə ötürmə edilir. Başla zərbə! Burada da alınmadı zərbə. Rüfət çox yaxşı ötürmüşdü. Matthew. Konstantinos Fellas bu ağır oyunu başa vurdu.